Merhabalar, herkes hoş geldi. Çöldə dava gedir. Saat gecə 2-dir. Çöldə dava gedir. Maşın üstündə deyirsən. Salam, hello, hello. Ya da salam, bilmirəm artıq nədirsə. Salam. Mükəmməl köşəmdən sizi salamlayıram. Bu dəqiqə aspirator işığında çəkirəm videonu. Ona görə nə olacağı haqqında heç bir fikrim yoxdur. Zaryadkam da azdır. Nəysə, takılmırıq. Bugün biraz az səslə danışıram çünki evdəkilər yatıb. Lənət olsun. Met Gala yorumlayacağıq bugün. Mükəmməl kombinimlə bir yerdə. Əslində qəşəng bir kombin eləmək istəyirdim. Prosta gecə çəkirəm videonu da axot yoxdur. Bu arada saçım da yağlı görünə bilər, amma maska vurmuşam saçıma. Çünki qısadır, uzatmağa çalışıram. Və gözləyərkən də dedim ki, ya da çaydanı qoymuşam üstünə. İnşallah səsi gəlmirdi. Yəni bu şəraitdə deyən ki, sənin neyvədə, yəni Met Gala yorumlamaq sənin neyvə. Demək, guys, bu arada telefonu da qoymuşam, ora hardan baxacam bilmirəm. Sadəcə internetdən baxdığım qədərinə yadımda qalanları yorumlayacağım. İlk öncə bir dənə qız var, şaşınıb belə dururam ki, bura qoyayım. O neydi elə, o neydi? Həqiqətən də, bax, haqqını verirsən də, bax, haqqını vermək bu deməkdir. Yəni, mən o qızı həqiqətən deyirəm, çox təqdir edirəm. Çünki varlı bir ailədə böyüsün, elə gəlsin falan, yox da, yəni, normal bir bloger, yəni, İngilis bir bloger səviyyəsindən gəlib, Met Gala'da birinci şey idi, belə aparıcı kimi gedirdi, ünlülərdən soruşurdu. Sonra artıq elə bir bağlantılarını istifadə elədi ki, bugün artıq biz onu danışırıq da, yəni Rihanna'dan çox onu danışıldığını gördüm mən internetdə. Mən paltarını da mən bilən Van Gogh'un o yıldızı gecə tablosuna oxşadıb eləmək. Yəni tam olaraq mənə desən ki, kim uyuşdu, mən o qızı deyərəm. Adı da yadımda deyil, nə yalan deyim. Həqiqətən halaldır və mükəmməl də, yəni mükəmməl. Ya, ünlüsən, hə, düşün. Bilmirəm, yəni o boyda indi danışacağım da adamlar var. Onların hamısı bərbad geyinib də. Yəni bu arada Met Gala'ya qatılmaq üçün müəyyən bir pul falan ödəyirsən də. Yəni əgər davetli deyilsənsə, davetli olanlar da yəni maksimum 30-40 nəfər davetli olur da. Yəni çox adam davetli olmur və ora qoşulmaq üçün səhv eləmirəmsə keçən il hardasa oxumuşdum ki, $50,000 falan ödəyirsən. Bu qədər ödəyib bu qədər bərbad şəkildə çıxmaq, yəni konseptdə costume is art. Belə idi, yəni geyinəcəyin kostyumu artıq art, yəni sənət əsəri kimi elə. Ana Wintour-da bilməyib neynəsin normal geyinmələri üçün. İkinci ismimiz Anokiay. Seni çok seviyorum, çok! Seni çok seviyorum, çok! Belə bir şey yoxdur, qardaş. Yer üzündə belə bir şey yox. O qızı çox sevirəm. Çok severəm də yəni. Ya tamam reis, bu kadar abartmaya gerek yok ha. Belə özünü elə eləyib ki, həm heykəli oxşuyur, buralarından bəs ki, yaşlar axır, saçı, baxışı. Gözlerini, dudaklarını, bakışları. Yəni bir duruş deyilən bir şey vardı. Bir duruşu var, bir kameraya bax, mükəmməl. Həqiqətən aura budur. Üçüncü olaraq mən böyük bir xəyal qırıqlığı, yəni mənim üçün xəyal qırıqlığı dediyim ismi deyəcəm. Doja Cat. Bunu necə biz eləyə bildik? Mən Doja'nı bir queen olaraq fikirləşdim. Hələ də elə fikirləşirəm. Amma o nə idi? Klok keçirdi belə əyninə. Baxdım, şoka düşdüm ki, yəni Doja bunu necə geyinə bilər? Bir bunda hayal qırıqlığına uğramışdım. Bir dəfə də Met Gala'ya şey geyinmişdi, belə paltar geyinmişdi. Paltar elə bir islanıb da əynində belə durmuşdu. Onda da çox şey olmuşdu belə. Met Gala'ya gəlirsən də başa düşürəm. Yəni bilmirəm, gedib hansısa əmivin dayısı oğlunun bibisi qızının toyuna getmirsən. Hər il düzənlənən nə qədər samballı insanın getdiyi və sənin də dəvət olunduğun, dəvət olunmasan belə 50K falan dollar ödəyib elə getdiyin bir yerə sən niyə elə bir şey geyinərsən? Niyə tasarlayarsan? Sən ümumiyyətlə onu hara geyinirsən? Ya onu metə geyinməsən belə niyə geyinirsən? O paltarı kim tasarlayıb? Kim geyinib? O paltar niyə var? O paltar yer üzündə niyə yaşayır? O parça, yəni mən həqiqətən... Bak beni sinirlendirme. Atlarım uçağa, gelirim sen orada. Niyə?
Makyajını çox bəyəndim bu arada, saçını da çox bəyəndim. Böyük ihtimal qaynaqdır məncə. Çünki nə vaxt baxıram saçını qısaldır falan, çox daha yaxşı bir şey gözləyirdim. Özəlliklə costume is art deyəndə, yəni direkt doja gəlmişdi mənim yadıma. Yəni hayal kırıklığı. Yeminlə, yəni bilsən o paltarı kim geyinər? Kim Kardashian. Yəni oranın ən rüküş, ən düşük adamlarından biri Kim Kardashian onu geyinər. Kim məncə geyinmişdi bu arada. Niyəsə yadımda Kim Kardashian'ın elə bir looku var ya da ki ona oxşar bir şey geyinirdi həmişə. Sən niyə onu geyinərsən ki? Yəni sən dojaketsən, özünə gəl. Sen Bihter Ziyagilsin. Aptallık etme. Əsəbləşdim yenə. Dojadan heç gözləmirdim. Həqiqətən şoka düşdüm. Dojadan gözləmirdim. Deyirəm elə bir 2-3 illik podruqamdı. Sonra kim vardı? Lisa. Lisa'dan bilirsiniz nəyi bəyənmədim. Yəni overall qəşəng idi. Baya, yəni əlini səhv eləmirəmsə, okey. Amma bir dənə pozasını görmədim ki, onun yəni əlləri düşməsin. Burada kostyumun özündə axı yapay əllər belədir. O özü də öz əllərini bədəninə qoyur. Artıq sən beynində canlandıra bilmirsən də, yəni o paltar belədir. Mən olsaydım şəxsən, bir neçə qadın da var idi bu arada elə bir şey eləyən. Əllərini arxada tutardı belə, sanki öz əlləridir belə dururmuş kimi. Başa sən illüziya yaradardı. Düz belə durur. Ya həqiqətən elə bir duruş axtardım da, gözüm elə bir şey axtardı. Nə yalan deyim. Amma bəyəndim. Fərqli rəng ola bilər miydi deyə düşünürəm bu dəqiqə. Daha fərqli. Çünki paltarın özü realda səhv eləmirəmsə bənövşəyi rəngi idi. O çox cool görünürdü. Bəlkə o bir dəfə edilib deyəmi ağ eləyiblər. Amma yəni şəxsən mən onu Lisa'nın üstündə görməmişdim əvvəl. Heç kimin üstündə görməmişdim. Moda ilə də çox yaxından əlaqəli olan biri olduğum üçün həqiqətən okey idi məncə. Okey idi. Prosta mənə duruş həqiqətən mənim üçün paltar qəşəng ola bilər. Amma əgər onun üçün onu qəşəng daşıya bilmirsənsə, qəşəng duruş göstərə bilmirsənsə, apar tulla. Mən o Lisa'dan o duruşu gözləmişdim. Nə yalan deyim. Digər ismimiz, adını belə çəkmək istəmədiyim şəklini bura qoyaram. Nifrət eləyirəm. Mən bu qadını heç sevmirəm. Çünki bilirsiniz niyə? Uşaqlıqdan bildiyim bəzi mahnıları var. Prosta bu Epstein söhbəti falan çıxdı. Ondan əvvəl də temalar falan var idi. Bu qadın o qədər nifrət. Mən bu qadından nifrət edirəm. Seni sevmiyorum, seni. Seni sevmiyorum. Həqiqətən mənə heç nə eləməyib, amma yəni eləsəydi bu qədər nifrət eləyərdim də həqiqətən. O qədər pis işlərdə adı çıxıb ki, onun bir dənə klipi var. Baya bildiyin Epstein'də adamları deyirlər, məsələn uşaqları bebek yağları ilə falan eləyirmişlər ya insan əti falan yeyirmişlər falan belə bir şey. Bildiyin bir klipi var. Orada bildiyin onu göstərir. Hansı klip olduğu yadımda deyil. Bir klipində baya bildiyin uzanıb və onun saçını kəsirlər, bədənini doğrayırlar, pişirir. Yəni ürəyim bulandı da. Çox bərbad biridir. Paltarı yəni getsin nə gözəllikdə bir şey geyinsən. Mənim üçün heç bir şey ifadə eləmir. Bərbad, ötəsi bərbad. Yəni həqiqətən bəyənmədim. Əlində 6 dənə barmaq var imiş ki, yəni AI heç vaxt bizim yerimizi ala bilməz, insanların yerini ala bilməz falan demək imiş. Nə bilim, buradakı o eskrim papağına oxşuyur ya da nə bilim Among Us var Among Us'un şeyini oxşuyur. Heç bəyənmədim. İnşallah mənə tutturmazsan. Hollywood çox qorxulu bir yer. Sonrasında Beyoncé. Beyoncé ilə Rihanna, amma ikisini eyni kəfəyə asla qoymuram bu arada. Mənim üçün Rihanna daha üstdədir. Bir Rihanna'nı, bir də bu Beyoncé-ni. Belə qohumlar olur, bibilər, xalaşqalar, amma xala yox, bibi. 50 plus bibilər. Nəsə onların vibe'ına verir. Özəlliklə Rihanna'dan o vibe'ı aldım. Yəni belə araqatan bibilər olur, onları oxşatdım niyəsə. Beyoncé-ni bəyənmədim. Mən nə yalan deyim, bəyənmədim yəni. Çox gəldi, yəni belə omurğuya oxşayan bir şey geyinməyə çalışıb, amma proporsiyonuna o qədər uyğun deyil ki, demirəm belə qum saatı görüntüsü olsun falan. Amma yox, nə yalan deyim, bəyənmədim. Met Galanında bir qanunu pozmuşlar. Met Galaya 18 yaşından aşağı heç kim gələ bilməz, amma Beyoncé 13 yaşındakı qızını gətirmişdi. Yəni bu qız mənə çox ürkütücü gəlir. Beyoncé'nin özünə də dəhşət çox oxşuyur. Bu qızın bir dənə videosunu görmüşüm, konsert videosu. Bir qolu o qədər uzundur ki, yəni iki qolu da çox uzun deyə. Hərəkət eləyir belə. Diqqətlə qoluna fokuslansaz görəsiniz ki, dizinə qədər enir də. Yəni insanın evrimləşməsində olan o heyvanlar, meymunlar olur, qolları uzun. Allah affetsin, onlara oxşuyur. 13 yaşında boyu falan da çox. Yəni nə yeyib, nə içirlər o mənə çatmır. Həqiqətən o mühitdə böyüyən uşaqdan da nə gözləməlisən, onu da bilmirəm. Rihanna'ya da gəlsək,
Bir şey deyim. Bax, linçlənməyəcəm sən, linçləmək deməyim də, yəni. Çox sevəni var Rihanna'nın. A$AP Rocky'nin də, A$AP Rocky bu arada onun əridir. Onun da çox sevəni var. Amma ki, qalılıqlarına baxanda biz necə hiss elədim. Sanki A$AP Rocky Rihanna'nın oğluymuş kimi. Yəni A$AP Rocky çox cavan görünür. Rihanna da bu arada anlayıram. Yəni 3 uşaq ard-arda doğub və yəni bu günlərdə hiss edirəm ki, 4-cü uşağın da xəbəri gələ biləcək. Toparlanma evrəsindədir falan filan, amma yenə də bir aurasal olaraq sanki A$AP onun oğluymuş kimi gəlir. Niyə elə də anlamadım. Pəmbiş də geyinib, yəni şey kimi istəyirəm. Rihanna evdən çıxanda hanimiş benim Rihanna'nın əsnə paltarını şeyə uydum, temaya uydurdum. Amma çox boğuldum. Yəni 3 saniyədən artıq paltara baxa bilmədim. Buralarına qədər, qoluna qədər belə Hindistanlı belə şeylər olur, belə bura qədər geyinirlər, yığışır, sıxırlar falan. Üstündəkilərdə baya bildiyim 1-1-57 gün ərzində deyəsən işlənib paltarın özünə, eləməyi kimi işlənib. Amma çox sıxıldım bura qədər belə, qola qədər belə, üstdən belə, yəni bir yordu məni. Paltar gözümü yordu və sıxdı. Boğuldum paltar. A$AP-a da rəngini uydurdum. Bu arada A$AP qəşəngdir. A$AP'ın intervyularına falan baxıram, yəni o qədər temadılar ki, və çox vibe'ları bir-birinə uyur da. Çox sevdiyim bir çiftdir. Nəzər dəyməz. Bir dənə çay içmək. Sonra da getmişdim. Məni tilt eləyən bir şey var ki, həmişə belə yerlərdə qadınlar o qədər əziyyət çəkir, fərqli-fərqli 2-3 ay əvvəldən hazırlaşır. Oğlanlar bir dənə qara şalvar, qara üstdən pencək, bitdi. Yəni bunu sevmirəm. İstəmirsənsə qatılma. Qatılasansa haqqını ver. Elə deyilmi? Ona görə də ən azından A$AP'ın pəmbə də olsa geyinməyini bəyəndim. Bu arada mən rənginə uydurdum yəni. Biraz pejamaya oxşur, axşamlar geyindiyimiz pejamaya. Amma yenə də mən rəngini sifətinə uydurdum. Çünki kimiləri deyə bilərəm deyə fikirləşirəm bu dəqiqə. Bax, yadıma düşdü. Bax, ikinci Doja Cat gəlir mənim üçün. Tayla, hə, yadıma düşdü, Tayla. Suraxanı qaraçılarına oxşuyur. Yevlax qaraçılarına oxşuyur. Hindistan sokaq ləzzətləri vibe'ını verir. Mən kim nə deyir desin. Bu arada internetdə bəyənən bayağı adam gördüm. Yəni yorumlara baxanda hamı wow falan eləyib, amma dostum, nəyini bəyəndiniz? Həqiqətən deyirəm, Met Gala, yəni kiminsə ad gününə getmirsən, kiminsə toyuna getmirsən, nişanına getmirsən. Met Galaya gedirsən. Və tema costume is art. Yəni geyinəcəyin şey bir sənət əsəri olmalıdır. Və sən bunu geyinirsən həqiqətən. Oğlum bu ne lan lan? Serious? Niyə? Bu yuxarısı belə bitən paltarlar, nifrət. Qızın ilk Met Galasını xatırlayıram. Hələ heç kim tanımırdı da o qızı. Görüb belə şoka düşmüşdüm ki, maşallah nə qəşəng olub. Yəni sən bunu eləyə biləcək gücə sahib birisən. Pula sahib birisən, şöhrətə sahib birisən, networkingə, bağlantılara sahib birisən. Sən ses desən səndə, fizik desən səndə. Niyə? Beynimə bir sual gəlir ki, bunu geyinəndə heç kim sizə demədi ki, dostum, bəlkə başqa şey geyinəsən, bəlkə dəyişdirəsən bunu. Mənim ağlım almır, yəni bilmirəm məndədirmi problem, bu qəşəngdirmi? Aladdinin sehirli lambasından çıxan cinə oxşuyur. Həqiqətən qaraçılar oxşuyur. İnsanlar bəyənə bilər, umurumda deyil, I don't care. Çox oturduğum yerdən də demək çox rahatdır. Amma həqiqətən demirəm, amma mükəmməl bir şey eləməliydi. Amma bu səviyyədə də bərbad bir şey eləməzsən də. Bu nə demək? Buradan zincirlər çıxıb. İnanmaq istəmədim də. Yəni o şəkli görəndə demək istədim ki, bu başqa bir lanet olsun ki, Tayla. Benim için koca bir hayal kırıklığı. Sonra kim var? Heated Rivalry. O 2 dənə oğlan var idi Heated Rivalry'də. Açığı mən Heated Rivalry'yə baxmamışam. Çünki bir ara hamı, yəni belə Heated Rivalry, sıxıldım ki, adını o qədər eşitdim ki, baxmaq istəmədim. Amma təbii ki, tema falan bilirəm. Bu oğlanlar deyəsən əvvəllər qarson olub, afisiyant olub, sonradan burada iştirak eləyib, sonra birdən-birə ünlü olublar da, birdən-birə özlərini ünün içində tapıblar. Birinci oğlan, o heç göz makyajını bəyənmədiyim oğlanı qoyacam. Niyə? Biri mənə cavab versin, qaqaş. Biri mənə başa salsın. Niyə? Neden? Neden? Yəni, o makyajı sənə kim eləyib? 3 yaşındakı uşağın əlinə mi fırça vermisiniz? Yəni, gözünü mü arada ovalamısan, o makyaj elə olub? Yoxsa səni çırpıblar? Yəni, sən o kombinlə Bakıda Xırdalanda
2 kruq atsan, sənin gözünü o hala salarlar, çırpıb. Göz nədir? Duyublar səni. Nədir? O göz nədir? O gözün halı nədir? O makyaj nədir? Yəni ora çıxmamışdan əvvəl heç kimmi sənə, yəni bu arada mən bu olanı həqiqətən sevmirəm. Biraz mənə eqolu gəlir, egoist belə. Şöhrətə tez ulaşdığı üçün o şöhrətlə nə edəcəyini tam bilmirmiş kimi gəlir. Yox da, yəni yox. Kim sənə dedi ki, sən o paltarı geyinəndə bu paltar sənət əsəri olacaq. Paltarı geyinməkdənsə normal kostyum şalvar geyincə daha normaldır mənim üçün. Eyni şəkildə o birisi oğlan, amma o nə demək? Bir dənə xalaşqa vibe var, xalaşqa da. Baxanda belə o köynəkdən o vibe aldım. Bu oğlanın saçları falan mən ən axırıncı dəfə görəndə qıvırcığı idi və uzun idi. Ürəyim doluymuş mən bayağı. Niyə bu qədər nifrət bəslədim bilmirəm. Bilmirəm. Mən bu ilki Met Galadan çox şey gözləyirdim. Bir bilsən məni yandıran nədir? Məsələn, TikToka girirsən, hər hansısa bir blogerdir, ingilis bir blogerdir və məsəl üçün video çəkir ki, bəs mən bu ilki Met Galaya qatılsaydım necə geyinərdim ya da necə bir paltar tasarlayardım. O qədər mükəmməl şeylər eləyirlər ki, və bu insanların milyonları yoxdur, yəni ortalama bir büdcəyə sahib insanlardır. Bunu eləmək olursa, sənin əlində milyonun varsa, sənin əlində büdcən varsa, figuran varsa, bağlantıların varsa, niyə eləmirsən? Bu həqiqətən mənim üçün sual altında olan bir şeydir. Bir digər ismimiz Hailey Bieber. Hailey Bieber məni şaşırtdı, nə yalan deyim. Həqiqətən normal kostyum şalvarı geyinib gələ biləcəyini düşünmüşdüm. Düzdür, yenə saçı həmişəki kimi idi. Yəni gedib axşam matcha içməyə gedəcək bir qız saçı idi. Yəni full slip balm eləmişdi. Burada mən niyə bu qədər tez danışıram bilmirəm, yoruldum. Bilmirəm siz videonun neçənci dəqiqədəsindəsiz. Mən artıq 30-cu dəqiqədəyim danışığımda. Yəni Hailey Bieber'dan daha belə düz bir şey gözləyirdim də, ona görə bir şoka salmadı deyil məni. Sadəcə o paltarı mən keçən il ya da ondan əvvəlki il Met Galaya qatılan Jenny'də də görmüşdüm, o rəngi, o şeyi falan. Ona görə mənim gözümə tanıdıq gəldi. Məsələn, bir dostum bəyənməmişdi, dedi ki, bu nədir falan. Amma mən bəyəndim, məsələn. Yəni, bilmirəm, bəlkə Hailey'dən gözləmirdim deyəmi, yoxsa amma yenə də mən bəyəndim. Yəni, o büst kimi olan şeyi, üstündən belə rəng keçişini falan. Mənim üçün okey idi, yəni. Gəldik Kardashianlara. Kendall Jenner'dan başlayayım. Kendall zaten, yəni, belə bir deyim var, deyir, yəni, nə də geysə yaraşır da buna, yəni, zibil də geysəyinə yaraşır. Çünki bu qızın boyu var, gözəlliyi var, modeldir zaten qız. Mən bəyəndim. İlk baxanda şəklə, belə dedim ki, baxdım belə, falan oldum, amma bəyəndim, niyə, nə yalan deyim, bəyəndim. Hətta bir dənə də şəkli var, arkada belə açıb şeylərini, pərdə kimi. O lap qəşəng görünmüşdü, yəni. Kendall'ı bəyəndim, nə yalan deyim, yaxşı idi. Kylie də ondan eyni şey geyinmişdi, amma ki, yox da, Kylie, sən deyilsən. Bu sənlik deyil, qardaşımsan. Sən çox rüküş geyinirsən. Hər səfərində çox rüküş geyinən bir Kylie ilə qarşılaşıram. Heç bir şəkildə məni təəccübləndirmir. Böyük bir gözləntim də yoxdur, ha, yəni düşük şəkildə geyinmə bəsdir. Yəni mükəmməl bir şey gözləmirik zaten səndən. Niyə? Baya bildiyin yorğanı aşağıdan atıb, aşağı yorğandı. Üstə də əsla belə cilt tonuna uymayan bir korse kimi bir şey geyinib. Kendall'la match eləmişdilər, amma ki, no. Yəni, bu qız həqiqətən nə vaxt bizi təəccübləndirəcək, nə vaxt deyəcək ki, maşallah, çox yaxşısan. Həqiqətən yox da, yəni, yox. Çıx, Met Galaya gəlmə, xahiş edirəm. Met Galaya verdiyin pulu get yardım bağışlarına bağışla, ən azından savab qazanmış olarsan, yəni o Hollywood zibilliyinin içində. Sonracığıma, Jisoo. Jisoo ilk dəfə qatıldı Met Galaya və mən heç bəyənmədim. Zaten mən Jisoo'nun tərzini bəyənmirəm. Dior geyinmişdi, səhv eləmirəmsə, ya da Saint Laurent. Bu iki marka heç qəşəng geyindirmir. Səhv eləmirəmsə, Rose'ni də o geyindirmişdi. Rose'ni də heç bəyənmədim. Bərbad. Pis paltar geyinməsə belə, sən Met Galaya gəlirsən, dostum. Yenə xatırladım. Azərbaycanda, Bakının özündə kimsə kiminsə toyuna gedəndə belə daha çox özənib gedir. Sən milyonların baxa biləcəyi, sənin kimi üstün, belə deyim də, şöhrətə sahib ola biləcək insanların və neçə ildir keçirilən bir moda şeyinə qatılırsan. Geyindiyin paltar budur həqiqətən. Ciddi sənsən. Böyle bir şey olabilir mi ya? Ya böyle bir şey olabilir mi ya? Mən bunu qəbul eləmirəm. Mən bizə rəva görüləni qəbul etmir. Məsələn, mənə gəlib o paltarı göstərsələr ki, Lila, al bunu geyin. Baxıb belə şey deyərəm. Zarafat edirsən məndən. Bu nə deməkdir? Yəni, mən bilirəm ki, hamısının paltarlarını, yəni indiyə qədər dediyim bütün ünlülərin və deyəcəyim bütün ünlülərin
paltarlarının arxasında bir hekayə var. Yəni onlar nəyisə təmsil eləyir, başa salmağa çalışdıkları bir şey var, fərqindəyəm. Amma ki, sən onu paltarda göstərmədiyin sürəcə verdiyin hekayənin bir önəmi qalmır mənim üçün. Çox mükəmməl bir hekayə anlata bilərsən, amma sən orada kostyum, söhbətdə var axı, costume is art. Ona görə də kostyumu da yaxşı göstərməlisən mənə görə. Sonra başqa kim var? Dua Lipa'nı heç danışan görmədim. Mən Dua Lipa'nın paltarını bəyənmişdim. Çox zərif görünürdü mənə görə. Heç yerdə Dua Lipa'dan danışan görmədim. Kim Kardashian? Demişdim görən Kim Kardashian'ı. Deyəsən deməmişdim. Demişdimsə də qoy bir dəfə də görüm, ürəyim rahatlasın. Bu qadın zaten bütün zibilləri ilə bilinən bir qadındır. Yəni bu qadın nəyi ilə məşğuldur? Müğənnidirmi, aktyordumu, nə bilim, komediyəndirmi, yoxsa modeldimi? Yəni nədir bu qadın? Bu qadın niyə tanınır? Bu qadın niyə var? Niyə mövcuddur? Bu qadın əslində, baxın, keçmişinə gedirəm. Analiz. Çox rüküş. Yəni Keeping Up with the Kardashian 2-3 bölümünə baxmışdım, elə belə maraq olsun deyə. Arada da məsələn açıb baxaram. O qədər səmimiyyətsizdir ki. Yəni kim özünü belə şey kimi göstərmək istəyir də? Mən digər qızlar kimi deyiləm. Mən daha fərqliyəm. Mən beləyəm. Paltar zaten hər il eyni şey geyinir. Yəni bu qadının zaten bizim həyatımıza girmə şeyi buydu. Bədən şəkilləndirmə. Üstündən geyindiyini bir nöqtədə hani cəhənnəm, bir nöqtədə o üstündə olan qızılı şeyi qəbul eləyərəm. Altındakı o parça nə deməkdir? Parça hardan gəlib çıxır? Saçı da elə bil ki, yolublar, qoyublar ora. Heç bəyənmədim, heç sıfır. O qədər bərbad idi ki, yəni 3 saniyə baxıb keçmişəm də şəklə. O dərəcə dözənmədim, baxanmadım. Onu zibildən tapıb götürmüşsünüz, çox maraqlı. Sonraki bir digər ismimiz Sabrina Carpenter'dır. Bu qadınla bağlı çox stabil düşüncələrim yoxdur, nə yalan deyim. Bir qadın düşməni kimi hiss edirəm. Sonra deyirəm ki, yox, biraz feministdir. Mən bu qadını anlamıram. Geyindiyi paltarı mən anlamadım tam ilk baxanda. Amma direkt baxanda ay da çox bərbaddı deyənmədim. Çox qarışıq qaldım. Bu arada normalda digər insanların yorumlarına çox baxıram. TikTokda, Instagramda, YouTube falan. Bu videonu çəkəcəyim üçün baxmadım. Çünki məsələn bir şəklə baxıram, deyirəm o qədər də pis deyil deyirəm. Sonra bir nəfər çıxır deyir ki, ay da bu nə paltardır, bunu niyə geyimsən falan. Direkt fikrim istər-istəməz dəyişir. Düşünürəm ki, hə pis imiş falan. Baxmayım ki, şeyləməyim də. Yəni sadəcə belə məsələn önəmli məlumatlar verən falan olduqca onlara baxır ki, fikirlərim dəyişməsin. Sabrina'nı da mən bəyəndim. Bəyəndim mən deyəsən. Çünki bir şey var, yəni üstündəki paltar film ruloru danışamadım. Film ruloru. Film ruloları. Bəli, film ruloları. Sakin ol Kemal. Niyə danışamırsan? Problemin var sənin. Film, gözəl insan. Film ruloları. Gecə saat 3-də video çəksin, axırı belə olur. Üstündən nəsə də siz başa düşdünüz də mən nə demək istəyirəm. Onlardan var, yəni paltar onlardan ibarətdir də və bu məncə çox cool bir şeydir. Bundan başqa bir dənə qadın var. Deməli bu il Met Gala'ya ev sahibi eləyənlər Jeff Bezos'la onun arvadı olub. İkisini də sevmirəm və ikisinin də həqiqətən çox rüküş olduğunu düşünürəm. Zaten dünyada bir rüküş olmayan bir mənəm, bir də Elsa Sejihan'dır yəni. Sənin pulun ola bilər, amma vizyonun yoxdursa, çıx bayram. Jeff Bezos'un həyat yoldaşı da bir paltar geyinib gəlmişdi. Dedim ki, Met Gala'ya onlar təşkil edirdilər də. Onlar belə deyim, finansal olaraq onlar yardım edirdilər Met Gala'ya bu il. Qadının geyindiyi paltarı biraz dekoltesini bağla, çıx, bir dənə toyda onu görə bilərsən. Liboy toyda görə bilərsən. Hətta Targovda Liboy restoranı axşam saat 11-12-də belə qız qrupu ilə get. Yəni Liboy o paltarı görərsən də, yəni o paltarın Met Gala'ya uyğun olmadığını 100 metrlikdən bilərsən. Böyük bir fiyasko. Çox böyük. Paltar belə sıxıb. Bildiyin ona baxanda direkt Kim Kardashian görürəm də, ondan esinlənibmiş kimi hiss edirəm. Kes haddini biləcək. Hər kəs Oğlum ayağınızı denk alacaksınız. Herkes ayağını denk alacak. yaxşı deyirəm. Saçma da düyü suyu vurmuşam. Böyük ehtimal beynim oksitlənir. Ümumilikdə gözləntimin altındaydı. Amma gözləmədiyim insanlardan da qəşəng looklar gəlmiş. İsə belə artıq telefonum qıy verir. Həm zaretka yerindən, həm artıq yer dolub. Baya 1 saatlı video çəkirəm. Bu şəkildə yəni dostlar. Hadi gedin. Siz də gedin, mən də gedim. Bitdim artıq, yoruldum, bıktım. Bıktım artıq. Bu arada bu şokoladın dadı heç qəşəng deyil.
Bitter şokolad olar. Şokolad dediyin şirin şeydir. Mənim amma heç nədən məmnun olmayış. Video boyunca hər şeyə nifrət, hər şeyə kin, hər şeyə əsəb. Çayım da zaten saçım da bu vəziyyətə gəlib yumalıb. Saçım çox qısa. Guys, mən bu saçı necə uzadım? Yay gəlir, saçım qısadır. Bu cavablar stres gəlir, stres yüklənir. Bu qədər yəni dostlar. Bura qədər bu videoya dözə bildinizsə, bu videoya səbr eləyə bildinizsə bu nöqtəyə qədər sizi təbrik edirəm. Ona görə bu videoyu bu qədər izləyə bildinizsə sizi appreciate edirəm. Bu kadar yani. Bitti. Çıxın videodan. Defolun. Belə yəni. Siz hələ videodasınız. Çıxın. Gülüstanın bu sokunu içməmsinizsə sizin. Yox, Qızılquyu deyə çaşdım. Gülüstan Qızılquyu zaten hamısı birbirine oxşur. Qızılquyunun bu nanəli versiyası. Nanə dedim mən bayaq. Və beyni uca gedib, oksidlənib. Reyhanlı versiyası. Reyhandır. Qəşəngdir. Bayağı qəşəng. Mən çox bəyəndim. Belə yəni, of. Video açıq qaldıqda mən sinir, stres, əsəb, gərginlik keçirirəm. Videonu bağlayın, çıxın. Hadi. Bye bye. Həmişə bunu belə içmək istəmişəm. Amma mama mənə öldürər. Ona görə elə şeydən eləməyəcəm. Nəysə, belə. Nəysə, davay.